Heydər Babaya salam. Poemadır, 2 hissədən ibarətdir. Birinci hissə daha çox romantik üslubda, ikinci hissə isə realist üslubda yazılıb. Heca vəznindədir. Yəni biz daha çox qədim dövrdə, orta dövrdəki poemalarımız əruz vəznində idi. Bu poema isə heca vəznindədir. Beşlik şəklində yazılmış. Görürsünüz, bənddir. Hər bənddə də 5, şəkil xüsusiyyətlərinə görə beşlikdir. Hər bənddə 5 misra var. Qafiyə quruluşu da 3-2 prinsipi ilə gedir. Yəni 3A, 2B. Hər bənddə bir bəndin digər bəndlərin qafiyə quruluşu ilə əlaqəsi yoxdur. Hər bəndin öz içində ilk 3 misra qafiyələnir, ikinci misra isə bir-biri ilə, son 2 misra isə bir-biri ilə. Yəni A, B bu formada gedir. C, D bu formada qafiyə quruluşu gedir. Təhkiyə yoxdur, çünki əsər lirik poemadır. Yəni ardıcıl hadisələri danışmır. Uşaqlığın, bu günün, narahatçılıqların, narazılıqların, xoş günlərin və s. dilə gətirir. Başlayaq. Heydər Baba, ildırımlar şaxanda, sellər, sular şaqqıldayıb axanda, qızlar ona səhv bağlayıb baxanda, salam olsun şövkətüzə, elüzə, mənim də bir adım gəlsin dilüzə. Müraciətlə başladı Heydər Babanın, belə deyək də, o uşaqlıq. Bu hissədə daha çox o uşaqlıq illərini xatırlayacaq. Heydər Baba, çəkilişlərin uçanda, kol dibindən dovşan qalxıb qaçanda, bağçaların çiçəklənib açanda, bizdən də bir mümkün olsa yad elə, açılmayan ürəkləri şad elə. Hansı ki o Heydər Baba dağın ətəyində bir Xoşginab mahalı var idi, ərazisi vardı, orada yaşayırdı. Yəni o hadisələri xatırlayır, hansı ki o kənd yerlərində təbiətlə iç-içə olan kənd yerlərində hansı hadisələr baş verir, onları xatırlayır. Bayram yeli çardaqları yıxanda, Novruz gülü qar çiçəyi çıxanda, ağ buludlar köynəklərin sıxanda, bizdən də bir yad eləyən sağ olsun, dərdlərimiz qoydu gəlsin dağ olsun. Yəni bayram vaxtını xatırlayır. Yəni tutaq ki, Novruz bayramı vaxtında çox vaxt belə bir hava dəyişir. Tutaq ki, yağış olur, ya külək olur, onu xatırlayır. Bayram yeli, yəni o həmin o yazda deyir, çardaq qururlar, tutaq ki, bayram keçirdəcəklər. O külək gəlib onu yıxır. Sonra amma yaz fəslində həmdən hansı güllər çıxır? Novruz gülü, qar çiçəyi çıxır. Ağ buludlar köynəklərini çıxanda, burada isə yağışın yağmasını demək istəyir. Deməli, ad dəyişmədən metonimiyadan istifadə edib. Bizdən də bir yad eləyən sağ olsun, dərdlərimiz qoydu gəlsin dağ olsun. Heydər Baba, sənin üzün ağ olsun. Dörd bir yanın bulaq olsun, bağ olsun. Bizdən sonra sənin başın sağ olsun. Dünya qəzov qədər ölüm itimdir. Dünya boyu oğulsuzdur, yetimdir. Yenə də müraciət var. Deyir, sənin üzün ağ olsun. Hər tərəfin bulaq olsun, bağ olsun. Sonra biz gedər, yəni insan ötəridir. Əsas sənin başın sağ olsun. Dünya tali, qəza qədər, yəni tali, ölüm itimdir. Yəni dünya tali, dünyada hər bir insan müəyyən taliyi var. Ölümlü, itimlidir dünya. Dünyanın özü də oğulsuzdur, yetimdir. Yəni dünya konkret dayanır, getmir. İnsanlar gəlib gedir. Yəni dünya ölümlü, itimlidir. Dünyanın heç özünün də nə oğlu var, nə belə deyək də sahibi var. Amma biz yəni gəldi gedərik, insanlar gəldi gedərdi. Heydər Babaya deyir ki, sən özün, sənin başın sağ olsun. Heydər Baba, igid əməyi itirməz. Ömür keçər, əfsus bərə bitirməz. Namərd olan ömrü başa yetirməz. Biz də, vallah, unutmarıq sizləri. Görənməsək halal edin bizləri. Burada da önəmli bir fikirlər yoxdur. Yəni, önəmli deyəndə təbii ki, önəmli bir əsərdir. Sadəcə olaraq testdə düşən önəmli faktlar burada o qədər qarşımıza çıxmır. Yəni, əsas hansı bəndlərdə testdə nə düşə bilər, onların haqqında danışacağım. Amma burada belə bir şey deyir ki, yəni insan bir namərdsə, yəni ömrü başa yetirməz də. Yəni hardasa onun o namərdliyi üzə çıxacaq. Heydər Baba, Mirəjdər səslənəndə, kənd içinə səsdən, küydən düşəndə, Aşıq Rüstəm sazın dilləndirəndə, yadındadır nə hövsləsək qaçardım, quşlar təkin qanad açılıb uçardım. Aha.
Burada nə demək istəyir? Yəni ad çəkir yenə də. Ümumiyyətlə bu əsərdə kəndində olan ağsaqqalların, uşaqların, dostlarının, tanışların adlarını çəkib. Heydər baba Mirəclər səslənəndə, kənd içinə səslən köydən düşəndə, Aşıq Rüstəm sazın dilləndirəndə, yadındadır nə hövləsək qaçardım, quşlar təkin qanad çalıb uçar. Sevinərdik də, deyir ki, Aşıq Rüstəm saz ifa eləyəndə qaça-qaça gələrdik, sevinərdik. Heydər baba quru gölün qazları, cədiklərin sazaq salan sazları, kənd köpşənin payızları, yazları, bir sinema pərdəsidir gözümdə, tək oturub seyr edərəm özümdə. Keçmişin artıq deyir ki, mən oturub indi o keçmişi xatırlayıram. Ki, payızın, yazın, sanki deyir bir sinema, bir kino pərdəsi kimi o keçmiş gəlib yadıma düşür. Heydər baba, dağın daşın sərəsi, çəkli yoxur dalısında fərəsi, quzuların ağı, bozu qərəsi, bir gedəydim dağ dərələr uzunu, oxuyaydım çoban qaytar quzunu. Yenə də keçmişi xatırlayır, quşlar belə olardı, quzuların sayardıq ağın, yəni tutaq ki, qoyunları, quzuları otararkən, apararkən onları sayardıq. Sonra deyir ki, yenə də quzuları aparardım, dağ dərə boyu gedərdim o quzularla bərabər, oxuyaydım çoban qaytar quzunu. Burada Sarı Gəlin mahnısını xatırlayır. Çoban qaytar quzunu görürsünüz. Yəni bu dırnaq içərisində verilib. Yəni o müəllifin, Şəhriyarın sözləri deyil deməli. Şəhriyar özü hansısa bir mahnıdan bir hissə, bir misra burada verib. Biçin üstü sümbül biçən oraqlar. Bil ki, zülfü darar daraqlar. Deyir, orağı elə biçirlər ki, elə bil daraqlar insanın saçını darayır. Şikarsılar bildirçini soraqlar, ovçular bildirçin axtarırlar. Biçincilər ayranlarını içərlər, bihuşlanıb sondan durub biçərlər. Qarı nənə gecə nağıl deyəndə, külək qalxıb qapı bazanı döyəndə, qurd keçinin şəngülsün yeyəndə, mən qayıdıb bir də uşaq olaydım, bir gül açıb ondan sonra sulaydım. Uşaqlığa qayıdış var, uşaqlığa qayıdış istəyi var. Deyir, qayıdıb uşaq olaydım. Bu bir. İkinci məsələ yenə də baxış var. Xalq ədəbiyyatına biraz müraciət var. Burada nədir? O nağıl var da, Şəngülüm nağılı var. Onu xatırlayır. Deyir ki, qarı nənə oturub bizə nağıl danışırdı. Külək də qapı bazanı döyür. Sonra qurd keçinin şəngülüsün yeyəndə yenə həmin nağıldan bir hissə deyir. Əmməcanın bal bəlləsini yeyərdim. Sondan durub üst donumu geyərdim. Bağçalarda tirincəni deyərdim. Ay özümü o əzdirən günlərim, ağac minib at gəzdirən günlərim. Uşaqlığı xatırlayır ki, bilirsiniz ki, uşaqlar o çubuqları, ağacları atma əvəzi minməyin xatırlayır. Həci xala çayda paltar yuyardı. Məmməd Sadıq damlarını suvardı. Heç bilməzdik dağdır, daşdır, divardır. Hər yan gəldi şıllaq atı başardıq. Allah, nə xoş, qəmsiz yaşadıq. Uşaqlar illərində qəmsiz yaşadıqlarını xatırlayır. Heydər baba, bulaqların yarpızı, bostanların gülbəsəri, qarpızı, çərçilərin ağ nobatı, saqqızı, indi də var damağımda dad verər, itkin gedən günlərimdən yad verər. Keçmişi o bitkiləri, meyvələri, o saqqızı və s. xatırlayır. Deyir, indi onların dadı indi də damağımda qalıb. Və mənə o günlərimdən, belə deyək də, xatırladır o günlərimi, o damağımdakı dad. Bayram idi, gecə quşu oxurdu. Adaxlı qız bəy corabını toxurdu. Hər kəs şalın bir bacıdan soxurdu. Ay nə gözəl qaydadır şal sallamaq, bəy şalına bayramlığın bağlamaq. Hansı ki o bayramda papaqatlı var. O vaxt yəni o həmin bölgədə şal atırmışlar. Həmin hissəni xatırlayır. Yəni deyir, nə gözəl qaydaydı gedib şal sallamaq. Şal istədim, mən də evdə ağladım. Bir şal alıb tez belimə bağladım. Qulamgilə qaçdım, şalı salladım. Fatma xala mənə corab bağladı. Xan nənəmi yada salıb ağladı. Deyir, mən də getdim, Qulamgilə şal atdım, şal salladım. Onun anası da Fatma xala mənə həmin şalın içərisinə corab qoydu, verdi. Bayram olub, qızıl palçıq əzərlər. Naxış vurub otaqları bəzərlər. Taxtçalara düzmələri düzərlər. Qız gəlinin fındıqçası, hənası, həvəslənər anası, qaynanası. Yenə də bayramdan söhbət gedir, qızlara, gəlinlərə, belə deyək də, pay aparmaqdan, sovqat aparmaqdan, toya hazırlıqdan söhbət gedir burada. Sonra yumurtanı göyçək güllü boyardıq.
çaqqışdırıb sınanların soyardıq. Oynamaqdan bircə məgər doyardıq. Əli mənə yaşıl aşıq verərdi, İrza mənə Novruzgülü dərərdi. Yenə də dostlarını xatırlayır. Novruzəli xərməndə vəz sürərdi. Atdan yenib küləşlərin çürərdi. Dağdan da bir çoban iti hörərdi. Onda gördüm, ulaq ayaq saxladı, dağa baxıb qulaqlarını şaxladı. Qış gecəsi tövlələrin otağı, kəndlilərin oturağı, yatağı, buxarıda yanar odun yanağı, şəbçərəsi, girdəkanı, iydəsi, kəndi basar gülüb danışmaq səsi. Yenə də bayramdan, yenə də həmin o qış gecələrindən söhbət gedir. Buxarı, yəni sobada odun yanır, hamı da oturub, iydədən, girdəkanı, o da bir qoz, fındıq, yəni belə şeylərdən, şəbçəli şirniyyət, belə şeylərdən yeyərdik. Gülüb danışmaq səsi ətrafa yayılardı. Həqiqətən də o dövrdə, o həmin o əvvəlki dövrlərdə kənd yerlərində insanlar həmişə olurdu. İndi kənd yerləri boşalır, amma onda insanlar çox olurdu. Təbii ki, telefon yox, televiziya yox, texnologiya yox. Hamı gündüz öz işlərini görərdi, gecə də hamı yığışardı. Çünki telefon yox, kim hərsə bir tərəfdə oturub başı qarşısın, danışsın. Yəni ancaq hadisələr danışardılar, nağıllar danışardılar, oyunlar oynayardılar, nəsə yeyə. Ya da həmin uşaqlıq illərini xatırlayır, kövrəlir şair. Heydər baba, nənə qızın gözləri, Rəxşəndənin şirin-şirin sözləri, türkü dedim, oxusunlar özləri, bilsinlər ki, adam gedər, ad qalar, yaxşı pisdən ağızda bir dad qalar. Yəni deyir, insan gedəcək, onun adı qalacaq. Yaz qabağı gün güneyi döyəndə, kənd uşağı qar gölləsin süvəndə, kürəkçilər dağda kürək zivəndə, mənim ruhum elə bilin oradadır, çəklik kimi batıb qalıb qardadır. Deyir, yenə də ruhunun o keçmişdə olduğunu xatırladır. Yəni ona elə bir şey xatırladır ki, yəni çəklik o elə bir ki, qarda yeriyəndə, təbii ki, quşların o qara batmasına xatırladır ruhunun orada qalmasın. Qarı nənə uzadanda işini, gün buludda əyirərdi teşini, qurd qocalıb çəkdirəndə dişini, sürü qalxıb dolaydan aşardı, badyaların südü aşıb daşardı. Bostan pozub gətirərdik aşağı, doldurardıq evdə taxta tabağı, təndirlərdə bişirərdik qabağı, özün yeyib toxumların çıtlardıq, çox yeməkdən lap az qala çartlardıq. Deyir ki, balqabağı təndirdə bişirərdik, özün də yeyərdik, tumurunu da çitlayardıq. Vərziğandan armud satan gələndə, uşaqların səsi düşərdi kəndə. Biz də bu yandan eşidib biləndə, şılla qatıb bir qışqırıq salardıq. Buğda verib armudlardan alardıq. Yəni pul təbii ki, cəmaatda çox olmurdu. Nəsə ya buğda, taxıl, nəsə verirdilər. Belə deyək də, armud kəndə deyir gələndə gedib armuddan alardıq. Heydər baba, ağacların ucaldı, amma hayıf cavanların qocaldı. Təəssüflənir ki, həmin o cavanlar qocaldı. Toğluların arıqlayıb acaldı, kölgə döndü, gün batdı, qaş qərəldi, qurdun gözü qaranlıqda bərəldi. Xoşcinabı yaman günə kim salıb? Seyidlərin kim qırılıb, kim qalıb? Amir Qafar dam daşını kim alıb? Bulaq genə gəlib gölü doldurur, ya quruyub bağçaları soldurur. Deyir, artı burada deyir, Xoşcinabı bu günə kim salıb? Axı, həmin o diyara gəlir, Xoşcinabı yaşadığı yerə və keçmiş günlərini xatırlayır. İndi deyir ki, Xoşcinab yaxşı gündə deyil də, kim bu günə salıb Xoşcinabı? Seyidlərdən deyir, kim qırılıb, kim qalıb? Amir Qafar dam daşını kim alıb? Bulaq genə gəlib gölü doldurur, yoxsa yəni su yoxdur, bağçalar saralıb solur. Amir Qafar seyidlərin tacıydı. Şahlar şikar etməsi qıyqacıydı. Mərdə şirin, namərdə çox acıydı. Məzlumların haqqı üstə əsərdi, zalimləri qılınc tək kəsərdi. Bu Amir Qafar da orada seyidlərdən biri olub. Orada xatırlayır ki, yəni belə deyək də, mərdlərə şirin idi, amma namərd insanlara acıydı. Məzlumların belə deyək də, haqqın müdafiə eləyərdi həmin Amir Qafar.
Seyidlərin tacı, mərdə şirin idi, namərdə azı idi, məzlumların haqqını qoruyan idi həmin Amid Qafar. Mir Mustafa dayı Ucaboy baba, heykəli saqqallı Tolstoy baba. Burada da yəni o Mir Mustafa dayıya Tolstoy baba deyərdilər. O da niyə? Çünki çox bilmiş insan olduğu üçün Tolstoya bənzədib onun adını ona qoymuşlar. Eylərdi yas məclisini Toy baba, xoş cinabın abirusu ərdəmi, məclislərin görkəmi idi. Həmin o Tolstoy baba məclislərin görkəmi idi. Mənim atam süfrəli bir kişi idi. Öz atasını xatırlayır. El əlindən tutmaq onun işi idi. Öz atası süfrəli kişi imiş, el əlindən tutarmış. Gözəllərin həm də axıra qalmışı imiş onun atası. Ondan sonra dönərgələr dönüblər, məhəbbətin çıraqları sönüblər. Deyir, atam da axırıncı idi, yaxşı insanlardan. O da öləndən sonra dönərgə döndü, məhəbbətin çırağı söndü. Səhər tezdən naxırçılar gələrdi, qoyun, quzu, dam bacadan mələrdi. Əmməcanım körpələrin bələrdi, təndirlərin qovzanardı tüstüsü, çörəklərin gözəl iyi istisi. Göyərçinlər dəstə qalxıb uçarlar. Gün saçanda qızıl pərdə açarlar. Qızıl pərdə açıb yığıb qaçarlar. Gün ucalıb artar dağın cəlalı, təbiətin cavanlanar cəmalı. Heydər baba qarlı dağlar aşanda, gecə karvan yolun azıb çaşanda, mən hardasam Tehranda ya çaşanda, uzaqlardan gözüm seçər onları, xəyal bilib aşıb keçər onları. Heydər baba göylər bütün dumandır. Günlərimiz bir-bir yamandır. Bir-birizdən ayrılmayın amandır. Yaxşılığı əlimizdən alıblar. Yaxşı bizi yaman günə salıblar. Deyir ki, niyə bizi yəni bu günə salıblar da? Yaxşılıq etməyi artıq əlimizdən alıblar və bizi niyə bu günə salıblar? Bir soruşun, bu qarğılmış fələkdən, nə istəyir bu qurduğu kələkdən? Deynə, keçirdi ulduzları ələkdən, qoy tökülsün, bu yeryüzü dağılsın, bu şeytanlıq qurğusu bir yığılsın. Yəni günümüzü keçmişlə günün müqayisə edir. Yəni artıq o keçmişi daha üstün tutur. Yəni düzgünlük var idi. Amma deyir ki, bu fələk, qarğılmış fələk nə istəyir bu? Kələk qrupda nə istəyir bizdən bu? Bu ulduzları da deyir ələkdən keçirsin, yeryüzü dağılsın da və şeytanlıq qurğusu yıxılsın. Şeytanlıqlar yəni yıxılsın, məhv olsun. Bir uçaydım bu çırpınan yel ilə, bağlaşaydım dağdan aşan sel ilə, ağlaşaydım uzaq düşən el ilə. Aha, bu yaxınlarda bilirsiniz, hal-hazırda İran prezidenti əslən türkdür, Azərbaycanlıdır. O da bu şeiri demişdi. Bir uçaydım bir çırpınan yel ilə. Yəni burada o şimal və cənubu xatırlayır. Niyə deyir? Ayrıldı da. Bağlaşaydım dağdan aşan sel ilə, ağlaşaydım uzaq düşən el ilə. Yəni şimal-cənub. Bir görəydim ayrılığı kim saldı, ölkəmizdə kim qaldı, kim qaldı. Kim qırıldı, kim qaldı. Heydər baba, mərd oğullar doğ ginən. Namərdlərin burunlarını ov ginən. Yəni mərd insanlar doğ deyir. Namərdlərin burunlarını ov. Gədiklərdə qurdları tut boğ. Qoy quzular ayın şayın otlasın, qoyunların quyruqlarını qatlasın. Yəni pis insanları belə deyək də qır, qurtar, onu demək istəyir. Heydər baba, sənin könlün şad olsun. Dünya varkən ağzın dolu dad olsun. Səndən keçən tanış olsun, yad olsun. Deynə, mənim şair oğlum Şəhriyar bir ömürdür qəm üstündə qəm qalar. Aha, deyir ki, səndən kim gəlib keçsə, Heydər baba deyir ki, sən deyir könlün şad olsun, ağzın dolu dad olsun dünya varkən. Səndən kim tanış, yad gəlib keçsə, məni xatırla. Deyən ki, şair oğlum Şəhriyar var idi. Bir ömürdür qəm üstündə qəm qalar. İkinci isə, deməli birinci hissənin son bəndində öz adını çəkir və deyir, gəlib gedəndən məni xatırla. Heydər baba, gəldim səni yoxlayam. Bir də yatam, qucağında yuxlayam. Ömrü qovam, bəlkə burada haqlıyam. Uşaqlığa deyəm, bizə gəlsən bir, aydın günlər, ağlar yüzə gülsən bir. Burada artıq Heydər babaya o uşaqlıqdan ayrılıb, real şəkildə, realist hissədir bu hissə. Deyir ki, gəlmişəm bəlkə deyir ömrü burada başa vuram.
Uşaqlığa deyəm, bizə gəlsən bir, aydın günlər, ağlar yüzə, gülsən bir. Heç uşaqlığıma da deyəm ki, bizə qonaq gələsən də uşaqlığıma deyəm. Yəni uşaqlığım gəlib satsın da bu günə. Heydər baba, çəkdin məni, gətirdin. Yurdumuza, yuvamıza yetirdin. Yusifivi uşaq ikən itirdin. Özün Yusifə bənzədir. Yusifə bənzətmə bir neçə yerdə var, bilirsiniz. Bir neçə əsərdə. Yusifivi uşaq ikən itirdin. Qoca Yaqub itirmişsən də, tapıbsan. Qovalayıb qurd ağzında qapısan. Heydər babanı da qoca Yaqub adlandırır. Deyirsə, itiribsən düzdür Yusifi, yəni məni. Amma qovalayıb qurd ağzından qapıbsan. Yəni deməli, məni deyir qurd ağzından xilas edib tapıbsan. Gedənlərin yeri burada görünür. Xanım nənəm ağ kəfənin bürünür. Dalımcadır. Hara gedim sürünür. Bala gəldin, niyə belə gec gəldin? Səbrim səndən güləşdi, sən güc gəldin. Gedənlərin yeri burada deyir. Gedən insanların yeri burada görünür. Xanım nənəm ağ kəfənin bürünür. Dalımcadır. Hara gedim sürünür. Bala gəldin, deyir mənə deyir hara getmişdin? Niyə gec gəldin? Səbrim səndən güləşdi, sən güc gəldin. Yəni səbirlə gözləyirdim, sən güc gəldin, yəni sən gəldin də. Zaman keçir, üfüqlərdə toz qalır. Karvan kimi uzaqlarda toz salır. Duman gəlir, ürəkləri sulğalır. Duman, yəni ürəkləri ətrafına alır. Ürək deyir, zaman keçmə, amandır. Keçənlərdə gözün var, bir dayan, dur. Çox şükrü var, yenə gəldik, görüşdük. İtənlərdən, bitənlərdən soruşduq. Küsmüşdük, Allah qoysa barışdıq. Bir də görüş qismət ola, olmaya, ömürlərdə fürsət olar. Yəni, çıxıb getmişdim, indi gəldim, barışdım, amma bir də ömrü qismət olar, bu fürsət olar, olmaz, bilmirəm. Burada xəyal meydanları genişdir. Dağlar, daşlar bütün mənlə tanışdı. Görcək məni Heydər baba danışdı. Heydər baba da artıq obraz olub, burada həmin şairlə danışır. Bu nə səsdir? Sən aləmə salıbsan. Gəl bir görək, özün harda qalıbsan? Heydər baba Şəhriyara deyir. Bu xırmanda aradan xır oynardıq. Yenə də keçmişi bir xatırlama var bu hissədə də. Comalaşıb qarışqa tək qaynardıq. Yavaş-yavaş bağçalarda ağnardıq. Ağaclardan çilik ağac kəsərdi, qorxusundan əsərdik. Gedib ağac kəsib oyun oynayardıq, amma qorxusudan da qorxardıq. Bu tövlədə sarı inək doğardı. Xanım nənəm inəkləri sağardı. Ana isi dam divardan yağardı. Mən buzovu qucaqlardım, qaçmasın, deyərdi, bax badya dolsun, daşmasın. Yəni mən deyir, anam buzovu sağanda, anam inəkləri sağanda, mən də buzovu tutardım ki, anam onu rahat sağa bilsin. Amma deyir, bir tərəfdən də bax ki, həmin o qab südü sağdıqcan dolmasın da, daşmasın. Bu damlarda çoxlu cızıq atmışam, uşaqların, aşıqların udmuşam. Oyun oynamaqlarına söhbət edir. Qurquşunlu saqqı alıb satmışam. Uşaq necə? Heç zadından şad olar. İndi bizim qəmi tutar dünyalar. Deyir, uşaqsan, heç nə olmadan xırda bir şeyə şad olurduq. Amma indi bizim qəmimiz dünyanı tutur. Məktəb qalır, uşaqlar dərs alırlar. Hey yazırlar, hey pozurlar, yazırlar. Yenə də məktəb qalıb, uşaqlar yazır. Molla İbrahim özü evi qalırlar. Molla İbrahimin özü evi qalır, amma bizim yoldaşlardan qalan yox. Aha, bunlardan bizi yada salan yox. Deyir, o məktəb qalır, yenə də uşaqlar qalır, oxuyur. Molla İbrahimin evi qalır, amma bizim o taytuşlarımızdan, yoldaşlarımızdan qalan yox. Bir vaxtında bu məktəb pərcar idi. Bir Müseyyib, bir Məmdəsən var idi. Biri xəlfə, biri vərzişkar idi. Yəni, Müseyyibi xatırlayır, Məmdəsəni xatırlayır. Deyir, biri xəlfə idi, köməkçi idi mollanın, biri də çalışdıran idi. Axund bizdə oynamağa gedərdi, özü bizə oynamaq öyrədərdi. Axund da bunlarla oynamağa gedirmiş, onlara dərs öyrədən. Bilirsiniz də, təhsil əsasən dini yönümlü idi, Axund idi. Onun köməkçisi, xəlfəsi, nə bilim, çalışdıran, vərzişkarı var idi və Axund özü bilə hətta bizlə gedib oynayardı. Dedim, balam, o Məmdəsən nə olubdu? Məlum oldu, tifil bala ölübdü. Deyir, məlum oldu ki, artıq ölübdü. Nə var? Burnundan qan gəlibdi. Bir yel əsir, baxırsan, Məmdəsən yox, bu kənddə bir burun qanını kəsən yox. Deyir ki, yəni gör nə gündədir ki, bir nəfərin burun qanı ilə ölüb, onu bir kəsən olmayıb, bir həkim təbib olmayıb. Dedim, deyim, Müseyyibə nə gəldi? Qulam, gördüm, ağlar gözü ilə
gəldi. Dedi o, bahalıq düşdü öldü. O da bahalıq düşdü öldü. Dedim yazıq bizlə hasıl bölənlər, bitməyəndə aclarından ölənlər. Deməli aclıqdan bahalıq olub, acıq olub, ölüb. Kəndin çətin vəziyyətindən söhbət var burada. Bu məktəbdə şeirin şəhdini dadmışam, axundunun ağzından qapıb udmuşam, nəyisə öyrənmişəm. Cəhddən da bir axundlu allatmışam, başım ağrır deyib qaçıb getmişəm, bağçalarda gəlib gözdən itmişəm. Deməli, arada da oxumuşam dizini, deyir, ondan öyrənmişəm, amma arada da onu aldadıb başım ağrır deyib çıxıb getmişəm məktəbdən. Azad olanda məktəbdən çıxardıq. Hücum çəkib bir-birin sıxardıq. Yolda hər nə gəldi, vurub yıxardıq. Uşaq demə, ipin qırmış danadır, bir dana demə, 50 dana deyir. Uşaqları deyir, dana kimi uşaq küçədə qaçardıq o tərəfə. Kəndli yazıq, çıraq tapmır yandıra. Kəndinin çətin vəziyyəti burada var. Görüm sizin bərqiz qalsın andıra. Kim bu sözü ərbablara qandıra deyir. Ərbablar da bilirsiniz də, biz bunu gələcək gündən xatırlayırıq. O varlı təbəqə idi. Deyir ki, sizin gününüzdən kəndi çıraq tapmır yandıra. Sizi görüm qalasız andıra. Nədir axır bu millətin günahı? Tutsun sizi görün. Məzlumların ahı deyir, ay ərbablar sizi tutsun. Hər nə alır, baha verir qiyməti. Ucuz fəqət əkinçinin zəhməti. Deyir, aldıqların bahası atırlar. Ucuz olan nədir? Baha olan hər şeydir. Ucuz olan onların zəhmətidir. Bitənindən artıq biçən ücrəti, kənd uşağı gedir yolda işləyə, orada bəlkə qəndi tapa dişləyə. Kəndli gəlin kimi dünyanı bəzər, öz övrəti yamaq-yamağa düzər. Kəndli gəlin kimi dünyanı bəzəyir, öz övrəti yamaq-yamağa düzər. Deyir ki, kəndli gəzir, əkir, biçir, dünyanı bəzəyir, amma özü yamaq paltar geyinir. İynə bəzər, xalqı özü lüt gəzər. Deyir, bunu nəyə bənzir bilirsiniz? Kəndi deyir, necə ki, burada bir tapmacanı xatırlayır. Görürsünüz, şifahi ədəbiyyat nümunələrini xatırlamaq çoxdur. Bayaq mahnı bir xatırlamışdı. Çoban qaytar quzunu. Burada tapmaca, nağıldan Şəngül qurd şəngülsünü yeyəndə yəni şifahi ədəbiyyat nümunələri xatırlanır. Deyir ki, kəndli özü sanki bir iynə kimi, deyir, özü heç nəsiz gəzir, heç nə yoxdur əlində, amma o ərbabları yaşadır da. İynə bəzər, xalqı özü lüt gəzər. İndi də var, çarşablar albaqdır, uşaqların qıspasası çılpaqdır. Yəni paltarı yoxdur ki, uşaqlar geyinsin. Bu zəmidə gedib gözdən itərdik. Tonqal qurub sütülləri ütərdik. Deyib gülmək muradına yetərdik. El də gülsün, muradına yetişsin, ürəklərin yaraları bitişsin. Deyir, bu el də gülsün, muradına çatsın. Heydər baba, səndə dəfinələr var. Dağlar vadiyəsi xəzinələr var. Amma sənə bənzər də sinələr var. Bu sinələr dağlar ilə danışır, dağlar kimi göylərlə qonuşur. Yəqin ki, özündən söhbət edir ki, deyir ki, sinə dəftər, yəni öz sinəmdə olan şeirlərlə, budaqlarla danışıram. Heydər baba, səni vətən bilmişdim. Vətən deyib baş götürüb gəlmişdim. Səni görüb göz yaşımı silmişdim. Halbuki lap qəmli qürbət səndəymiş. Qara zindan, acı şərbət səndəymiş. Deyir, mən səni vətən bilib gəlmişdim qürbətdən. Amma qürbət səndəymiş. Niyə indi qürbət adlandırır? Çünki o uşaqlıq dostları, uşaqlıq yoxdur deyə təzədən burada ona qürbət kimi gəlir. Öz yurdu ona da qürbət kimi gəlir. Kim qaldı ki, bizə buğum vurmadı, altdan bizə kələk qurmadı. Bir mərd oğul bizə havar durmadı. Şeytanları qucaqlayıb gəzdi siz, insanları ayaqlayıb. Deyir, hamı bizə kələk gəlməyə çalışdı. Altdan bizə kələk gəldilər. Bir mərd oğul olmadı ki, bizə havadar olsun. Sonra həmin adamlar deyir ki, o şeytanları qucaqladınız siz deyir, insanları ayaqladınız siz. Divar ucaldı, gün bizə düşmədi. Zindan qaraldı, göz gözü seçmədi. Gündüz gözü mənim lampam çeşmədi. Sel də bastı, evimiz dolub göl oldu. Çox yazığın evi sönüb çöl oldu. Evləri sel basıb çətin şəraitdən söhbət gedir yenə. Bu bağçadan alçaları dərərdik. Qış adına çıxıb damda sərərdik. Heydə çıxıb yalandan söndərərdik. Qış zumarın yayda yeyib doyardıq. Bir küllidə minnət xalqa qoyardıq. Deyir, qışa hazırlıq görərdik, elə hazırladıqlarımızda yayda yeyib bitirərdik. Evlər qalır, ev sahibi yox özü. Evlər qalıb, amma ev sahibləri yoxdur. Ocaqların ancaq işıldar közü. Gedənlərin az çox qalıbdır sözü. Bizdən də bir söz qalacaq. Ay aman, kimlər bizdən söz çalacaq. Deyir, gediblər, sözləri qalıb. İndi bizdən də, yəni özündən də deyir, mənimdən də bir söz qalacaq.
Görəsən kimlər bizdən söz salacaq, xatırlayacaq? Aşıq deyər: Bir nazlı yar var imiş, eşqindən odlanıb yanar var imiş. Bir sazlı sözlü şəhriyar var imiş. Deyir, məni xatırlayacaqlar, bir aşıq sazında ifa eləyəndə mənim haqqımda belə bir şey deyəcək ki, nazlı yar var imiş, eşqindən odlanıb yanar var imiş. O da Şəhriyar da bir sevgi yaşayır, nakam məhəbbət yaşayıb ümumiyyətlə Şəhriyar. Deyir, bir nazlı yar var imiş, Şəhriyar da onun eşqindən yanar imiş. Bir sazlı sözlü Şəhriyar var imiş. Odlar sönüb, onun odu sönməyib. Fələk sönüb, onun çarxı sönməyib. Odlar deyir, bütün odlar sönüb, amma onun qəlbindəki od heç vaxt sönməyib. Heydər Baba alçaqların, deməli sonuncu bənddə yox, sonuncu bənddən əvvəldə yenə öz adını çəkir ikinci hissədə. Heydər Baba alçaqların köşk olsun, bizdən sonra qalanlara eşq olsun, keçmişlərin gələnlərə məşq olsun, övladımız məzhəbini danmasın, hər içi boş sözlərə aldanmasın. Yəni keçmişlər gələnlərə nümunə olsun. Gələnlər də yəni keçmişdən nəsə öyrənsin. Övladımız məzhəbini, yəni öz yolundan çıxmasın, hər içi boş sözlərə, hər sözə aldanmasın övladlarımız.